İctimai televiziya və 4-cü sənaye inqilabının təhlili və koordinasiya mərkəzinin birgə layihəsi. Rəqəmsallaşma artıq bir seçim deyil, zərurətdir. Xüsusilə də biznes və sənaye müəssisələri üçün. Çünki texnologiya sürətlə inkişaf edir və bu tempə uyğunlaşa bilən müəssisələr, çevik, məhsuldar və rəqabətə davamlı olanlar qalır. Bu keçidin uğurlu nümunələrindən biri də SOCAR-ın karbamid zavodudur. Karbamid zavodunda karbamid istehsal olunur, hansı ki bu kənd təsərrüfatı sənayesi üçün çox böyük hissəsi gübrə olaraq tətbiq edilir. İstehsal edilən karbamid də 30% daxili bazarı təmin etmək üçün nəzərdə tutulur, 70% isə eksport kimi satış həyata keçirilir. Karbamid zavodunda proseslər avtomatik idarə olunur və müxtəlif sistemlərin birgə işləməsini, zəruriyyətini yaradır və burada biz yeni bir mərhələ başlatmışıq. Bu rəqəmsal transformasiya mərhələsidir. Zavodun mövcud avtomatlaşdırma sistemlərinə süni intellekt modelləri əlavə edilib. Modellər minlərlə real vaxt siqnallarını təhlil edir, proseslərin davranışını öyrənir və dinamik şəkildə tövsiyələr verir. Nəticədə sistemlər daha çevik işləyir, işçilər isə daha dəqiq və sürətli qərarlar qəbul edə bilir. Rəqəmsallaşmanın əsas alətləri kimi biz ağıllı eynəklərdən, robot həllərdən və avtomatik hesabatlar verən sistemlərdən istifadə edirik. Eyni zamanda süni intellekt alətləri mövcuddur ki, bu bizə həmin o toplanan məlumatları oxuyaraq gələcəkdə nələrin baş verə biləcəyi ehtimallarını faizlərlə verə bilir. Bu texnologiyalar zavodun fəaliyyətində əhəmiyyətli nəticələr verib. Təkcə 2024-cü ildə əldə olunan nəticələr bunlardır. 13 milyon ABŞ dolları əlavə dəyər, 7 milyon kubometr təbii qaza qənaət, 1,5 milyon kilovat-saat elektrik enerjisinə qənaət və 70 min ton suya qənaət olunmuşdur. Bu transformasiya yalnız texnologiya ilə deyil, insan kapitalı ilə də bağlıdır. Rəqəmsal akademiya vasitəsilə işçilərin 20%-i rəqəmsal bacarıqlar üzrə sertifikatlar alıb. 40-dan çox süni intellekt tətbiqi ideyası müəyyən olunub və Caspian AI İnstitutu ilə birlikdə çevik komandalar bu həlləri hazırlayıb və tətbiq edib. Bütün bunlara əsasən deyə bilərik ki, SOCAR karbamid zavodu artıq sadəcə avtomatlaşdırılmış deyil, daha ağıllı və çevik idarə etməyə sahibdir. Digər müəssisələr də bu yolda ilk addımlarını atır. Amma bu yol həmişə hamar olmur. Dünya İqtisadi Forumunun araşdırmalarına əsasən beynəlxalq təcrübədə yalnız 3% müəssisə bütün ekosistemini rəqəmsallaşdıra bilir. Yerdə qalan 97% isə sadəcə rəqəmsal xidmətlər və məhsullar təqdim edir. Ən böyük maneələr bahalı proses, texnologiyalara çıxışın çətinliyi və ixtisaslı insan resursunun azlığıdır. Bu çətinlikləri nəzərə alaraq ölkəmizdə rəqəmsal keçidi sürətləndirmək üçün müxtəlif təşəbbüslər irəli sürülür. Bu istiqamətdə fəaliyyət göstərən qurumlardan biri də İqtisadiyyat Nazirliyi tabeliyində 4-cü sənaye inqilabının təhlili və koordinasiya mərkəzidir. Azərbaycanda da rəqəmsal iqtisadiyyatın inkişafının sürətləndirilməsi və dayanıqlı inkişafı məqsədi ilə İqtisadiyyat Nazirliyi tərəfindən Sənaye 4.0 hazırlıq proqramı hazırlanmışdır və bu proqramın məqsədi Azərbaycanda fəaliyyət göstərən bizneslərin və sənaye müəssisələrinin Sənaye 4.0-a hazırlığının aşılanması, onlara innovativ və texnoloji həllərin göstərilməsində dəstəyin təmin edilməsi, müvafiq təşəbbüslər vasitəsilə bu prosesin sürətləndirilməsindən ibarətdir. Ötən il ərzində Sənaye 4.0 hazırlıq proqramının pilot mərhələsində tətbiqi zamanı artıq 5 müəssisənin iştirakı təmin edilmişdir. Bu proqramın çərçivəsində şirkətlərin və yaxud biznes müəssisələrinin rəqəmsal yetkinliyini qiymətləndiririk. Yekun diaqnostika nəticələrinə əsasən hər bir müəssisə üçün fərdi rəqəmsal transformasiyaya dair yol xəritəsi hazırlanır. Yol xəritəsinin icrası məqsədi ilə növbəti mərhələdə artıq güzəştli kreditlərin verilməsi təmin edilir.
Bu gün artıq biznes və müəssisələr üçün sual belə formalaşır. Rəqəmsallaşaq ya yox deyil, nə vaxt və necə rəqəmsallaşaq? Çünki gələcəyin sənayesi ağıllı, dayanıqlı və rəqəmsal olacaq. İctimai televiziya və 4-cü sənaye inqilabının təhlili və koordinasiya mərkəzinin birgə layihəsi.